Eren Miq, Azərbaycan dili, İzah Vüqar Hüseynov, mövzu tabeli mürəkkəb cümlə, sual 81. Tabeli mürəkkəb cümlədə bağlayıcı vasitə ola bilər. Tam cavab. Hər kəs ola bilər. O demişdi ki, sual əvəzliyi mövqeyində çıxış edir, kim mənasında. Ola bilər. Hər nə də ola bilər, nə də ola bilər, o zamanki də ola bilər. Amma elələri, əvəzlik qəllər olmur. Deməli 1, 2, 3, 4 düzgün cavab C variantı. 82. Klasteri tamamlayın. O yerdə ki bir zaman palçıq dizə gələrdi, insanoğlu oranı bir gülşənə döndərdi. Baş cümlə ikincidir. Oranı sözü vasitəsindən biz bilirik ki, bu tamamlıq budaq cümlədir. Deməli 1-ə fikir yazmalıyıq, 2-yə də nümunə yazmalıyıq. 1-ə təbii ki gedəcək A. Budaq cümlə sadələşdikdə tamamlığa çevrilir. İndi baxaq görək hansı cümlə tamamlıq budaq cümlədir ki, onu bura yazaq. B. O yerdə ki dururdu, qozbel qəmli daxmalar harada? Tamamlıq olmadı. Bu getdi. Budaq cümlə sadələşdikdə yer zərfiyinə çevrilir. Bu fikir səhvdir. Sonra budaq cümlə baş cümləyə işarə əvəzliyi ilə bağlanmışdır. Yanlışdır. Təbii ki, necə bağlansın işarə əvəzliyi ilə? O yerdə ki, budur bağlayıcı vasitə. O yox. Deməli, bu da getdi. Nurəli burasını bilməlidir ki, burasını nəyi bilməlidir? Tamamlıq budaq cümləlidir. Ona görə 2-yə gedir F. Deməli, düzgün cavab belə olur. 1A, 2F, yəni D variantı. 83. Nümunələrin müqayisəsi ilə bağlı ortaq və fərqli cəhətləri müəyyən edin. Birinci cümlə belədir ki, neçə vaxtdır ki, xalq onun zülmünə etiraz edir. İkinci cümlə, amma bu da var ki, sən gərək hansı kəndə gedəcəyini bildirəsən. Ortaq cəhətlər tərəfdə yazılıb ki, budaq cümlə sadələşdikdə mürəkkəb cümlənin mübtədasına çevrilir. Burada bir söz oyunu var. Budaq cümlə sadələşmir. Tabeli mürəkkəb cümlə sadələşir. Tabeli mürəkkəb cümlə sadələşəndə budaq cümlə gedir, mübtəda olur. Budaq cümləni sadələşəndə, yəni belə bir ifadə yoxdur. Budaq cümlə olsa sadə cümlə olur da. Düzdür, tabesiz mürəkkəb cümlə, tabeli mürəkkəb cümlə şəklində ola bilər, amma sırf burada biz görmürük ki, budaq cümləni sadələşdirmək mümkün olsun. Ona görə bir də söz oyununa görə getdi. Sual əvəzliyi sual intonasiyası yaratmır. Baxaq, neçə vaxtdır ki, bəli, yaratmayıb. Amma bu da var ki, sən gərək hansı kəndə gedəcəyini bildirəsən. Bəli, burada da hansı sözü fe'li tərkibinin aslı tərəfi kimi işlənib. Həm də ki, axırlarında sual içərisi qoymamaqdan da bilinir ki, bunlar sual intonasiyası yaratmayıb. İkini götürdük. Fərqli cəhətlər tərəfdə yazılıb ki, söz birləşməsi tamamlıq rolundadır. Onun zülmünə burada tamamlıq rolundadır. Hansı kəndə gedəcəyini burada da tamamlıq rolundadır. Bu, ortaq cəhət oldu. Fərqli cəhət olmadı. Ona görə 3-ü götürmürük. Cümlədə bağlayıcı vasitələr bağlayıcı ilə məhdudlaşmır. Bu fikir hər ikisi üçün doğrudur. Çünki birinci cümlədə neçə sözü bağlayıcı vasitəyə oxşuyur, amma bu o mənada deyil. Neçə kitab istəsən, o qədər kitab götür. Bu neçə vaxtdır ki, yəni uzun müddətdir ki, o mənadadır. Burada yəni təkcə bağlayıcı ilə bağlanıb. İndi intonasiya sayılmır da, onsuz da hamda olur. İkincidə də sadəcə bağlayıcı ilə məhdudlaşıb. Deməli, bağlayıcı vasitələr bağlayıcı ilə məhdudlaşmır. Hər ikisi üçün yanlışdır. Bizə lazım idi ki, birinə aid olsun, birinə aid olmasın ki, biz onu bir-birinə fərqləndirici cəhət kimi götürək. Ona görə də biz götürdük təkcə 2-ni. Cavab olur B. 84. Qarşısındakı xana qara rəngdə olan cümlədə budaq cümlə baş cümlədən əvvəl, qarşısındakı xana ağ rəngdə olan cümlədə baş cümlə budaq cümlədən əvvəl gəlməlidir. Hansı məqamlarda bu şərt pozulub? Yenə özümüzü çaşdırmamaq üçün bir rəngi götürək, ona baxaq əvvəlcə. Qarğalardan başlayaq. Demək, qaradırsa, nə olmalıdır? Budaq birinci gəlməlidir. Budaq birinci gəlməlidir. Baxaq, pozulanları istəyir özdə. Yorulmağına baxmayaraq bütün günü işlədi. Bu, ümumiyyətlə, sadə cümlədir. Deməli, baxmayaraq vasitəsilə xüsusiləşmə yaranır, amma mürəkkəb cümlə yaratmır. Deməli, biri götürürük. Burada bir uyğunsuzluq var. Sonra 3-ə baxaq. Heç bilmədim, nə söylədim, yara mən. Burada budaq cümlə birinci gəlibmi? Xeyr, heç bilmədim. Nəyi? Tamamlıq budaq cümləsi gəlib ikinci, birinci baş cümlə gəlib. Deməli, burada da bir uyğunsuzluq var. 5-ə baxaq. O ağlayırdımı, gülürdümü bəlli deyildi. Burada birinci gəlib budaq cümlə bəlli deyildi. Nə?
ağlayırdımı, gülürdümü? Ağlayıb ağlaması yoxsa gülməsi bəlli deyildi. 5-də problem yoxdur. İndi keçək qarşısındakı xana ağ olanlara. Burada nə olmalıdır? Baş birinci gəlməlidir. Baxaq. Rəvadırmı? Oğlum uzun illər həbsxanada qalsın. Bəli, baş birinci gəlib. Nə rəvadırmı? Mübtəda budaq cümləsi gəlib ikinci. 4-də də baş birinci gəlməlidir. Uşaq oğurluq edib, düzgün tərbiyə verməmisən. İkinci tərəfdə çünki məzmunu var. Birinci tərəf baş cümlədir. Uşaq oğurluq edib, sual doğur. Niyə? Cavab da oradadır. Düzgün tərbiyə verməmisən ona görə. Deməli, 2 ilə 4-də problem yoxdur. Cavab oldu 1-3, yəni E variantı. 85. Hansı nümunədə altından xətt çəkilən hissə budaq cümlə deyil? Az keçmədi, bu baş cümlədir, qalan budaq cümlədir. Burada problem yoxdur. İndiki direktorsan, şərt budaq cümləlidir, birinci budaq cümlə gəlib. Sən ki mənim övladıma kömək etdin, ömrün uzun olsun. Bu hansı nümunələrdəndir? Demişdik ki, adətən səbəb budaq cümləli, tabeli mürəkkəb cümlələrdə birinci baş cümlə gəlir. Amma bu cür olanda, yəni demişdik axı, əsas mahiyyətini bilməkdir də. Baxın, sual hardan doğur? İkinci tərəfdə baş cümlədir. Ömrün uzun olsun. Niyə? Niyə uzun olsun ki? Bu sözü niyə dedi ki bu? Sən ki mənim övladıma kömək elədin. Sualın cavabı oradadır. Budaq cümlədə. Deməli, C-də də altına xətt çəkilmiş hissə budaq cümlədir. Elə bərk yatır ki, sən də oyada bilməzsən. Elə bərk yatır ki, sual yaranır. Necə yatır? İkinci cümlə budaq cümlədir. E-də isə bu əşyaları hara aparacaqsan, bildinmi? İnversiya var burada. Baş cümlə ilə budaq cümlənin yerinin dəyişməsi də inversiyada. Bildinmi bu əşyaları hara aparacaqsan? Birinci baş cümlədir. Daha doğrusu buradakı ilə deyim də. Bildinmi olan tərəf baş cümlədir. Bizə isə deyir ki, altından xətt çəkilən isə budaq cümlə deyil. Deməli, biz E-ni seçməliyik. Düzgün cavab E. 86. Budaq cümləsi baş cümlədən əvvəl gələn tabeli mürəkkəb cümlələr. Tarda ifa etməyə başlamışdı ki, kimsə bərkdən dayan dedi. Budaq cümlə birinci gəlib, məşhur sxem nümunələrindəndir. Birinci tərəfdə ifa etməyə başlamışdı ki, zaman budaq cümləsi gəlib birinci. Deməli, biri götürməliyik. İndi ki, dağlarda yaşayan az adam tapılır. Yox. İndi dağlarda yaşayan az adam tapılır. Çünki olan tərəf budaq cümlədir. Bu getdi. Bir şərtlə bu yerlərdə yaşayaram. Burada da şərt budaq cümləsi olsa da, yenə təkrar edirik. O şərtlə, bu şərtlə, bir şərtlə olanda birinci tərəfdə işlənir olar və baş cümlə birinci gəlir. Bu da getdi. Necə ki, mən onu evimə buraxmadım, sən də buraxma. Burada birinci budaq gəlib. Harada cəmiyyət varsa, orada dil var. Burada da bağlayıcı sözlə bağlanıb. Birinci gəlib budaq cümlə, 5-i də götürürük. Düzgün cavab 1, 4, 5, yəni A variantı. 87. Komponentlərindən biri işin nəticəsini, digəri onun səbəbini bildirən tabeli mürəkkəb cümlə. Deməli, səbəb, nəticə. Turqut ona görə gəlmədi ki, hamı onu qınayırdı. Burada görürük o səbəblə nəticəni. Niyə gəlməyib? Çünki hamı onu qınayırdı. Biri götürdük. Biri stulu çəkdi, digəri beli üstə yerə yıxıldı. Bu ümumiyyətlə tabisiz mürəkkəb cümlədir. Filmin əvvəlindən xoşum gəlirdi. Çünki aktyorların performansı ideal idi. Bunu götürürük. Tabeli mürəkkəb cümlədir. Səbəb budaq cümləlidir. Bir halda ki, avtobus xarabdır, kəndə piyada gedək. Şərt budaq cümləlidir. Deməli, 1-3-ü götürdük. 5-dəki isə sadə cümlədir. Uşaq küçədə soyuqdan tir-tir əsirdi. Burada da səbəb məzmunu görürük. Səbəb zərfliyi var, amma tabeli mürəkkəb cümlə deyil. Deməli, cavab oldu 1-3, yəni B. 88. Uyğunluğu müəyyən edin. Tabeli mürəkkəb cümlədir. Tərəfləri intonasiya ilə bağlanıb tərəfdə yazılıb ki, bildinmi, harada qalır, harada yeyir-içir? Burada ədat olsa da, bu ədat bağlayıcı vasitə olan ədat deyil. Həm baş cümlədə gəlib, həm də ki, görürsüz, sual yaradıb. Bildinmi? Bildinmi? Mən üçün yazılır. Mən bildimmi, harada qalır, harada yeyir-içir? Deməli, biri götürürük. Sadəcə intonasiya ilə bağlanıb. Səncə, oxudu mu anlayacaq? Buradakı mı isə bağlayıcı vasitədir. Nə zaman anlayacaq və yaxud da oxuyanda anlayacaq və yaxud da oxusa anlayacaq. Birinci budaq cümlə gəlib. Bu getdi. Keçək o biri sütuna. Deyir ki, tərəfləri ədat ilə bağlanıb. Qalanı təhvil verdilər. Gördünmü? Buradakı mı bağlayıcı vasitə deyil. Sual yaradıb. Amma 4-dəki mənə dəstək gəldimi? İşi bugün təhvil verəcəyəm. Buradakı mi isə demişdik ki, o anda mənasındadırsa və yaxud da sasə mənasındadırsa və yaxud da sual yaratmırsa bağlayıcı vasitədir və bu zaman
həmin M olan tərəf əvvəldə gəlir və o əvvəldə gələn tərəfdə budaq cümlə olur. Bunları da təkrarlamış olduq. Deməli 4-ü götürürük. Düzgün cavab 1-4, yəni C. 89. Elə ki qorxudur məni sətəlcəm, geyirəm verdiyim bu gödəkçəni. Səhv istəyir. Budaq cümlədə əvəzliklər birdən çoxdur. Birincisi budaq cümlədir. Elə məni doğrudur. Budaq cümlədə bağlayıcı ilə amonimliyi təşkil edən ədatlar var ki, ədatdır, bağlayıcı ilə amonimdir. Baş və budaq cümlə müəyyən şəxsli cümlələrdən ibarətdir. Bəli, sətəlcəm qorxudur, geyirəm mən. Baş cümlədə sözlərdən biri fonetik normanı pozur, yanlışdır. Yəqin burada gödəkçənin sözünü nəzərdə tutublar ki, onu seçər tələbələr, amma o düz yazılıb. Deməli, düzgün cavab D. Baş və budaq cümlədə qrammatik norma pozulub. Qorxudur, sətəlcəm, xəbər qabağa gəlib, geyirəm, burada da xəbər qabağa gəlib. Bəli, hər ikisində pozulub, ona görə E variantındakı fikir doğrudur. 90. Tanışı ilə rastlaşdısa, bir neçə saat dayanacaq, onunla söhbət edəcək, sonra yola düzələcək. Cümləsi ilə bağlı uyğunluğu müəyyən edin. Baş cümləyə aid doğru fikirdir. Burada tanışı ilə rastlaşdısa, bu sağ olan tərəf budaq cümlədir. Burada xətt qoydum. Qalan tərəf baş cümlədir. Baş cümləyə aid doğru fikirdir. Həmcins xəbərlidir. Bəli, dayanacaq, söhbət edəcək, yola düzələcək. Hamısı eyni şəxsə aiddir, eyni subyektə aiddir. Biri götürürük. Tərkibində mürəkkəb zərf var. Xeyr. Hanı bir neçə saat mürəkkəb zərfdirmi? Xeyr. Saat isimli bir neçə əvəzlikdir. Bir neçə saydım. Yoxdur burada. Deməli, bu getdi. Tabesiz mürəkkəb cümlədir. Yəni o budaq cümlə tabesizdirmi? Xeyr. Elə birdə də dediyimiz kimi həmcins xəbərlidir. Deməli, bu sütundan təkcə biri götürdük. İndi keçək o birisinə. Budaq cümləyə aid doğru fikirdir. Yəni bu xətt qoyduğum yerəcən. Xəbəri iki leksik şəkilçisi olan sözlə ifadə olunub. Bu fikir yanlışdır. Biz də dəfələrlə toxunmuşuq buna. Yəqin yadınızda qalıb. Rastlamaq. Adam fikirləşir ki, yəqin belə bir söz var da bizim dilimizdə. Amma yoxdur. Laş bütövdür. Rastlaş. Rastla. Üstəgəşi yox. Laş bütöv. Ona görə 4-dəki fikir yanlışdır. 5. İlk iki söz tərəfüz zamanı birləşir. Bəli, tanışı ilə. Bu tanışı ismi ilə qoşması tərəfüz zamanı birləşir. Ona görə 5-i götürürük. Düzgün cavab oldu 1-5, yəni E variantı.